Psixologiyanıza təsir edən 7 gizli vitamin çatışmazlığı nələrdir? Bəzən depressiya, əsəbilik, yorğunluğun səbəbi psixoloji deyil. Sadəcə bədənimizdə bəzi vitaminlərin azlığıdır. Vitamin D çatışmazlığı az olduqda kədərli əhval, motivasiyanın azalması, enerji çatışmazlığı yarada bilir. İkinci olaraq vitamin B12 çatışmazlığıdır. Bu vitamin beyin və sinir sistemi üçün çox vacibdir. Az olduqda unutqanlıq, diqqət problemi, depressiv əhval yarada bilir. Üçüncü vitamin B6 çatışmazlığıdır. Bu vitamin emosiyaları tənzimləyən maddələrin yaranmasına kömək edir. Az olduqda isə əsəbilik, gərginlik, narahatlığı artırır. Dördüncü olaraq maqnezium çatışmazlığıdır ki, bu sinir sistemini sakitləşdirən mineraldır. Və bunun əksikliyi stres, panika hissi, yuxu problemlərinə səbəb ola bilir. Beşinci maddə olaraq iron çatışmazlığıdır. Bu hal bəzən anemiya ilə əlaqədar ola bilir. Nəticədə yuxululuq, konsentrasiya çətinliyi, zehni zəiflik hissi yarada bilir. Altıncı vitamin B9 çatışmazlığıdır. Beynin kimyəvi balansına təsir edir. Az olanda depressiv əhval, motivasiyanın azalması baş verə bilir. Yeddinci və sonuncu vacib element omega 3-dür. Beyin hüceyrələri üçün vacib yağ turşusudur. Az olduqda emosional balans pozula bilir, dayanıqlığı azalda bilir. Sizdə də səbəbsiz yorğunluq varsa, vitamin səviyyənizi yoxlatdıra bilərsiniz.